Al ki, Atlas tülə yaraşsın. Ürək ki var dərin olar dənizdən, gəl baxmayaq məhəbbətə üzüzdən. Düzü budur həm ürəkdən həm izdən, ay mahir gül bülbülə, bülbül gülə yaraşsın. Məftun olma təkcə yaza baxara, adət eylə həm çovquna həm qara. Boy buxundan yaraşmasın yar yara, könül gərək o könülə yaraşsın. Ən böyük arzumuz, ən böyük arzularımız ondan ibarət ki, sizin vurduğunuz ailədə könülləriniz bir-birinizə yaraşsın. Sizə bir daha uzun ömür, can sağlığı, xoşbəxtlik, saadət dolu günlər arzuluyub, bir töş çalınmasını bırakın. Bugün məclisimizin bəzəyi, yaraşığı başda mahirdirsə, ondan keçəndən sonra musiqiçilərimiz bu bəzəyi, bu düzəyi daha da canlandırırlar. Musiqi ilə bağlı olan bu gözəl məclisimizdə bugün rayonumuzun ən gözəl musiqi ifaçıları çıxış edirlər. Mən Loğman müəllimi, Salim müəllimi, Əl-Heydər müəllimi xüsusilə qeyd eləmək istəyirəm. Onların ifasında ayrı-ayrı musiqi nömrələrini istədiyiniz kimi sifariş verə bilərsiniz və bu günlərin məclisimizin musiqi çələngini, bəyimizin ünvanına musiqi salamlarını müğənnilərimiz Şahid qardaşımız səhv eləmirəmsə və Arifə xanım istədiyiniz musiqi nömrələrini sizin ünvanınıza, sizin adınızla bağlı olaraq bəyimizin adına təbrik salamı kimi çatdırmağa hazırdırlar. Musiqi zövq verir ruha əzəldən. Musiqi qəlb alır min bir gözəldən. Xəyalı oxşayan hər təranəsi bir şair qəlbidir, bir canan səsi. Hər incə pərdənin öz aləmi var. Bəzən nəşəsi var, bəzən qəmi var. Musiqi daşları gətirirdilər, ram olur səsinə bəşilər belə. Bəzən də əsdikcə könül rüzgarı, coşur qəlbimizin şah duyğuları. Bu böyük sənəti dinlədikcə biz, hörmətlə çırpınır ürəklərimiz. Sağ ol qardaşım, sağ ol, məclisimiz desin, gülsün, şənlənsin. Çiçəklər danışıb, yarpaqlar gülsün. Oxuyun siz də məclisimizə bir gözəl musiqi nömrəsi. Məclisimiz desin, gülsün, əylənsin. Buyurun. Boş buyurun her gelen kesler bugün
Bir nəfər biraz yaxınlaşdı ki, müəllim adınız nədir? Nazım müəllim yerlidir, çoxlarınız tanıyır. Mən adım Əli müəllimdir, özümün familiyam Fərəzovdur, özüm də jurnalistdən cam redaktor işləyirəm Ucar rayonunda. İndi dostum, tanışım belə məclislər olanda dəvət edirəm, mən də gəlib sevincə şərik olam və Mahirin xatirinə bugün iştirak edirik burada. Mənim arzum budur ki, burada bizim çoxlu qonaqlarımızı əyləşir. Respublikanın müxtəlif tərəflərindən, köhnə SSR deyilən, o böyük regionun ən müxtəlif tərəflərindən bu məclisdə oğlanlar iştirak edir. Həmçinin ümumiyyətlə məclisdə yaxşı kişilərdir, nə görmüş oğlan iştirak edir, Allah canlarını salmat eləsin hamısını. Sizin icazənizlə hamımız üçün əziz olan bir şəxs haqqında mən badır qaldırmaq istəyirəm, analar şərəfinə, analarımız şərəfinə. Göz düşür. Körpə dünyaya gələn gündən 5. başında çalınan müqəddəs laylalarda bugünkü günün həsrəti yaşayır. Analar evladına layla çalır. Onu əzizləyir, onu oxşayır. Ona qəlbindən keçən ən xoş arzularını bayatı vasitəsilə deyir ki, Nərgizi üzüm laylay, yaxana düzüm laylay, o gün olsun ay oğul, toyunda süzüm laylay. Deyən ananın müqəddəs arzuları bugünkü gündə çiçək açır. Xalqımızın gözəl şairlərindən biri olan yazıcı dramaturgu Cəfər Cabbarlı anaya qiymət verərkən deyir ki, əgər bütün bəşəriyyət ədib-i canım olar, ürək süqut eləməz aldığı mətanətdən, rical-ı xəffə məkan vermərəm gəl alimlər, 1000 ildə vəz edələr dəhşət-i qiyamətdən. Pələnglər tutada ömrüm çəkinmərəm əsla və ya ki vəd edələr dövlət-i cahanı mənə ki bir kəsə baş əyib izimi bəyan eyləyim, əyilmərəm yenə haşa, nə ki yer versələr cahanı mənə. Cahanda yox elə bir qüvvə başayım ona mən, fəqət nə gizli, nə zəif bir vücud var yahu, ki hazırım yıxılıb xaki payına hər gün və tüm ayağını iz ilə. Kimdir o? Nədir o? Ana! Ana! O adın qarşısında bir...
olubdur. Onların salına badə qaldılar. O cümlədən başda Elzami qardaşımız oturur, biz salamlayırıq onu. Mən qaradan dəfələrlə sizin haqqınızda eşitmişəm. Allah canını salamat eləsin, həyatdır. Özünüz başa düşürsünüz, hər şeyi özmək lazımdır, bu tarihdir. Elzami, qara, xanım hardır? Beləcə Allah qoysa. Arazdır, Fərman, Mahir, Səbuhi, İlham, Həsən, Hafiz, İlqar, Məmməd və s. və s. Mən üçün adını çəkməyəmizə xahiş edirəm, məni üzrə hesab edəsəm, tam onlardan məclis böyükdür, çəkmək olmur və yenə deyirəm başda Elzamin olmaq şərti ilə bu toya uzaq ellərdən, uzaq yerlərdən təşrif gətirən dostların sağlığına qaldırın növbəti badədir. Və bir şeir oxuyuram sizin şərəfinizə. Onu da deyim ki, mənim bütün məclislərdə ancaq şeirlərimi deyirəm. Mən heç sizin şeir demişim, mənim məsəlini verəm. Demək mənim ifadımda əsaslarım onu da qorucunuz, öz malım. Deyir, o qadir Allah'tan diləyim budur. O qadir Allah'tan diləyim budur. Şüzayətli oğulları saxlasın. Əsli kökü tarihlərdə yaşayan nəcabətli oğulları saxlasın. 70% mən olmasa baxmayaraq döyüşçülərimiz deyir, çəkilib İran sərhədində özləri götürür. 70% yaşayanlar aslanlar yanında boyun əyməyən, acizlərin ürəyinə dəyməyən, lovğalanıb heç vaxt özünü öyməyən kəramətli oğulları saxlasın. Ömrü boyu torpaqdan güz alan, dosta sadiq, düşmənindən öz alan, cavan ikən el içində ucalan fərasətli oğulları saxlasın. Nerede olsa çalkalanıp qaşmayan, dar ayaqda tutulmayan, qaşmayan, fil də olsa qabağından qaşmayan deyanətli oğulları saxlasın. El-obanın xeyir-şərlə gələn, çörəyini möhtac olanla bölən, Səfərovun özlərinə dost bilən, səfavətli oğulları saxlasın. Allah sizin canınız salamat eləsin. Eşq olsun size. Dostlardan söhbət açdı Əli müəllim. Allah Teala ilə həmişə yaxşı dostları, həmişə uca eləsin. Dostluqdan söz açaq, dostluğa qiymət verək, dostluğu uca tutaq, dostluğu əziz saxlayaq. Doğrudan da dost sözü elə bir məfhumdur ki, hecaya bölünmür. Hecaya bölünməyən bu söz altında birləşənlər isə heç vaxt bölünməz olmalıdırlar. Qədim İngiliz atalar sözünün birində deyilir ki, ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır. Və yaxud qədim Yunan filosofu Demokrit deyir ki, kimin heç olmasa bir nəfər də olsun sadiq dostu yoxdursa, o həyatda yaşamağa layiq deyildir. Seneca deyir ki, talih, xoşbəxtlik hələ heç kəsi o səviyyəyə uzatmayıb ki, o özünü dosta ehtiyac hiss etməsin. Cəmi səhəri xoş olar,
gecəsi yaxşıdır. Oğlanın dəli dolusu, qızın incəsi yaxşıdır. O başdan durnanın səsi, gül ətri, körpə nəfəsi, hər şeyin gənci, təzəsi, dostun köhnəsi yaxşıdır. O adama dost demə ki, süfrə başında, deyə qardaşım da, dostum da mənəm. Dost ona deyərəm ki, çətin günündə dostun arxasında dayanı möhkəm. Şair Famil Mehdi deyir ki, dostunun yolunda yaxşı dost olan, şöhrətindən keçər, şanından keçər. Dost da var bircə gün əlin gəlməsə, heç salam verməyib yanından keçər. Düşmənlərin olsa sağ solunda, dost var gizlənər kör-köz dağında. Dost da var min yara olsa qolunda, olan bircə damla qanından keçər. Famil, Şeyh Şamil tək sevsən də eli, qəlbində yüksəlsin onun heykəli. Dost yolunda sızğa bilər dost seli, əgər vari olsa, varından keçər. Gəlin belə bir dostluğun şərəfinə badə qaldırıb bir tuş çalınmasını başlayır. Söz məclisimizin ağsaqqallarından biri olan Mahmud qardaşımıza verilib, onun bir diləyi var, buyursun, söz ona verilir. Fazla hörmətli yoldaşlar, bayaq eşitdik, bayaq gələn yoldaşlara nəsib oldu. Bizimizə xoş gəlmişsiniz. İkinci bir də elan olunmuşdu ki, sizə gələn yoldaşlar bilir onu. Şimdi təzə gələn yoldaşlara elan edirəm ki, burada oynayan şəxslərə pul qətlək, pul vermək olmayacaqdır. Mən arz edirəm ki, hər bir yolda ürəyə gedən rəqs eləsin, amma pul qətilməyəcəkdir. Heç bir adama pul verilməyəcəkdir. Sağ ol, mülk olsun. Çox sağ ol. Elə onda səndən başlayaq, ay Mahmud. Bir əmi kimi gözəl bir musiqi nömrəsi. Məclisimizi açılış elə ginən, qoy oynayamaq istəyənlər də bilsinlər ki, məclisimizdə oyun da vardır. Buyurun, gözəl bir musiqi nömrəsi. Buyurun, buyurun, buyurun. Qarman Kulaynət buyursun, 2 tane sizə çatdıracaqdır özünüz sizə. Bəh, 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 bəh. Çok sağ olun, çok sağ olun Baran. Bu yerin, bu göğün öz kanunu var. İster karnı kış olsun, isterse bahar. Göz açıp dünyaya gelmeye ne var? Dünyanı dünya tek görmek çətindir. Kamanın sesinde, tanın sesinde. Könül çağlayana bir həvəsdə. Qəhqəhə çəkərək gülməyə qamal, dost tapıb, kədəri görmək çətindir. Zirvələr dumansız, sənsiz olmasın. Çəmən də çiçək də vaxtsız solmasın. Vaxt gəlib çatanda ölməyə qamal, dünyadan insan tək köşmək çətindir. Ey insan, dərd vermə fəqirə düşərsən dərdə. Torpaqdan gözünə çəkilər pərdə.
Çalışıb yığdığın axşam, səhər də inan özgələrə qalacaq bir gün. Eşit bu sözləri pislikdən daşın, yerdə çürüyəcək ağın 5 arşın. Məzarın üstündə qalan başdaşın evlərə binövrə olacaq bir gün. Qoşub qəm cütünü ey arif olan, indi dərd əkməyin nə mənası var? Yağı düşmən alsa başın üstünə qorxub diz çökməyin nə mənası var? Günün keçər, ömür gözlər bədəni, qaytarmaq çətindir keçib gedəni. Hicran dərdi yaralamış bədəni qızıla bükməyin nə mənası var? Göz dikmə kimsənin yaşın alına, öz şərəni özün götür dalına. Evində yoxdursa özgə malına gözünü dikməyin nə mənası var? Həyat çətinliyə salsa insanı, xəyala dalmağın nə mənası var? Ömrünü keçirib qəmlər içində gül pəki solmağın nə mənası var? Bir bulaq gözündən tutulsa əgər, 1000 yerdən eşməyin nə mənası var? Taleyin əmri ilə tutulan gözəl, qızıldan çeşməyin nə mənası var? Gələn bir iki gündə bu gözəl məclisimizdə bir daha Mahir bəyimizə uzun ömrü can sağlığı xoş gəldik deyək. Biz əvvəlcədən bəyimizi təbrik edib, ona məclisimizdə iştirak edən vaxtlarımızdan sonra təbrik salamını çatdırmışdır. Mezgil gəlmiş qonaqlarımızın adı ilə mübahı olaraq bəyimizin ünvanına bir daha deyəyin ki, xoş gündə, xoş üzlü, xoş danışıqlı el oba gəlib deyir, ay bəy, toyun mübarək. Qızıl gülün eşqi ilə, yanan bülbülün eşqi ilə mən də deyirəm, toyun mübarək. Çəmənlərdə olan əlvan gül çiçək, bir səslə deyir, toyun mübarək. Ömrün nə vaxtıdır titrəyir ürək, açıq ürəklərlə ay mahir, toyun mübarək. Sən oldun vurğunu bir gül nəfəsin, bir şirin gülüşün, bir şirin səsin. Eşq ilə yaşayıb yaradan kəsin, eşqi ilə deyirəm, toyun mübarək. Müqəddəs bir söz var, həyatda insan, çalış öz adınla sən ucalasan. Ay mahir, 50 də yaşasan, 100 də yaşasan, çalış bu dünyada məhd yaşayasan, toyuna gəlmişik, toyun mübarək. Nə xoşdur dinləmək şən nərmələri, başqadır arasla nərməni yeri. Nərmə ilə yol edən yorulub qalmaz, nərməni dinləyən vaxtsız qazanmaz deyildə, buyur. Can sağ. Mahir'i gördüm.
rayonlarından, Respublikamızın paytaxtı Bakı şəhərindən, Respublikamızın hüdudlarından, uzaqlardan, Vilnius'tan, o cümlədən Respublikamızın bayaq dediyim kimi müxtəlif rayonlardan, Şamxordan, Ucardan, Yevlaxdan, Kasım İsmailovdan və s. rayonlardan məclisimizdə iştirak edən düzür istəyirəm, Coranboydan gələn maraqlarımız var. Onların hər birinin ən xoş arzusu birinci gündən və bizi təbrik etmək, onun uzun ömründən sağlığı, xoşbəxtlik, sağlıq uyğunlar. O cümlədən təbrik gələn maraqlarımız Rahim təbrik edib, onun uzun ömründən sağlığı, xoşbəxtlik, sağlıq uyğunlar arzulayırlar. Bu nə təsəvvür bu? Və ən böyük arzulardan biri odur ki, həyat əlindəki öz kamalını istədiyi kimi hey çalacaqdır. Bugün bu təbrik savablarını Coranboydan və bayaq adlarını çəkdiyimiz buyurun.
təbliğatdan gəlmiş qonağımız Nahili təbrik edirlər, ona uzun ömür, can sağlam, xoşbəxtlik diləyirlər. Mən onların tələbəlik illərinin xatirəsini bugünkü gündə şair Cabir Novruz'un insan poemasından bir parça ilə o illəri yad etmək istəyirəm. Bu tələbəli illərin xatirəsi bugünkü gündə bu məclisimizdə əyləşən, bu məclisimizdə iştirak edən bütün o dostlar ki, tələbəlik illərini keçirirlər, o illərin xatirəsi ilə bir daha o insan poemasından bir parça ilə yaşasınlar. Üzündə təbəssüm alnında mübər. Ay doktor, dekan qərar verdi, təzə bir qərar. Kasım bir oğlanın dostlar, o günü kəsdilər kurulun təqayyülünü. Dekan qərar verdi, möhürlü oldu. Katibə kağısı aslı yerində. Dekan qərar verdi, möhürlük oldu. Kasıb bir oğlanın ümitlərindən. O necə qol çəkdi, əli əsmədi. Bəsliyə qalbini kədər əzmədi. Rus kimi sözləri necə taxdı o, bəs vicdan adını hara saxdı o. Hələ çay da işdirər ki qızıldan. Sonra qapısını bağlayıb dekan, benim forkasına getdi evine. Aynen. Məsələr keçsələr uyuyan bəri, tatilirdən çıxmaya tələbəliyikləri. O illərdə hər şeyi məhəbbətlə sevirsən, elə bir ki, həyatda gözün tutulursan. Bir də görürsən aşıq tələbələrdən ilk görüşə gedənlər. Biri birinizə gətirir, biri köyünə gətirir, biri qıza verməyə taze çiçək gətirir. Biri deyir yanında bu papirosu çəkərsən, biri deyir bu da vazgeç səhəsini duyurur. O gedirib görüşə hər yana haray düşür. Elə bil ki, bu görüşdən tələbə dostlar da paylaşır. Bir gün təsadüfən bir restoranda rastlaşdım, ən yaxın bir dostum var mənim. Yedik, içdik, biraz da şəhərləndik, ən altında cidirmənlə dedi dayan tələbəsən. Çəkdim onu çayxanaya, dedim ona dedim çaya. Çay gülrəngi, istədim ki çəkim o hərci. Dedi dayan tələbəsən. Tətil gəzək getdim kəndə. Mənim ağabey çək nənəmlə. Dedi bala o polçada saxlamışam paysanə. Dedi nənə ahirsən, dedi bala tələbəsən. Hamı bir tələbəyəm. İstəyirlər çəkməyiblər. Bircə onu bilmirəm ki, təqayyüddən məni kəsən, niyə demir tələbəsən? Həmin birinci gündə tələbə dostlarım adı ilə bağlı olaraq bir daha müənnizə alqot alma sözü o bayaqda ifa etdiyiniz o müsülündə sonra onu ifa edilsin sonra Bəhramla Yalçın qardaşımızı baş tutsun. Aman
Tesadüf gördü deyirlər. Artır bir evin qızı, artır bir evin oğlu. Başlanır bir həyətdən, iki gəncin həyat yolu. Bakan günlerine, bakan zamanlara, hoşgörü zamanlara. Yürekten alışın, yürekten gülün. Dostun, kohumun, komşunun gelini bilin. Mehriban çüreken, ağılı gelin, nurlu çırağınız mübarek olsun. Solmasın lale teç kızıl renginiz. Susmasın bülbül teç hoş ahenginiz. Sevgi güzarınız, eşk çelenginiz. Ay bey, mehabbet bağınız mübarek olsun. Oğlan yaraşıklı, kız yaraşıklı. Yaşayın bəxtiyar, oğul uşaqlı. Ay bey, sizin için ayrılmış içi ışıklı, geniş otağınız mübarek olsun. Bu mübarek olsun kelimelerini bir iki günde arz ediyordur ki elçinle fəaliyyət devam edesinler. Buyurun. Elçini meydandır maravlandıran, şairi toy nişandır maravlandıran, aşık carandır maravlandıran, aşık carandır maravlandıran, şairi toy nişandır maravlandıran, şairi toy nişandır maravlandıran. Can kurbandı yürek bilen sırdaşa, yüreğimi de saadetle vur başa, ömrümü de saadetle vur başa. Biz Bakı'dan konak geldik Ağdaş'a, biz Bakı'dan konak geldik Ağdaş'a. Bizi belə ünvandı maraqlandıran, bizi belə ünvandı maraqlandıran, aşık carandı maraqlandıran, şairi toy nişandı maraqlandıran, şairi toy nişandı maraqlandıran, şairi toy nişandı maraqlandıran. Elçin var bu toyun tərəfdarıdır, Elçin meyxananın sənətkarıdır. Bahir bu toyun səbəbkarıdır, onu bu ünvandı maraqlandıran, candı maraqlandıran, Aşık carandı maraqlandıran, şairi toy nişandı maraqlandıran, şairi toy nişandı maraqlandıran. Şair odur sözleri doğru olsun, şair odur sözleri doğru olsun. Meyxanada suları solluyorsun, meyxanada suları solluyorsun. Mahiri yürekli bir tane oluyorsun, mahiri yürekli bir tane oluyorsun. Bizi bu Müslüman dumana kandıran, bizi bu Müslüman dumana kandıran, aşık canan dumana kandıran,
Aşık-ı canan numaralandıran, aşık-ı canan numaralandıran. Bir gün vardı bahçamda metanet, onun başına gelmedi bir elamet. Əsgərləriniz gəlsin sana selamet, beni bu dövrən numaralandıran, aşık-ı canan numaralandıran. Meyxanalarda var sözüm söhbetim, İtkiliğinden de olur hürmetim. Azər xalqıdır mənim milletim, beni Azərbaycan numaralandıran, beni Azərbaycan numaralandıran, aşık-ı canan numaralandıran, şairi toynuşan numaralandıran. Bülbüllərdə dedi çəmənlər ösürü, mənəm diyen gedir mənəmlər ösürü. Cavanlarımız ölür vətənlər ösürü, mən onu cavan numaralandıran, aşık-ı canan numaralandıran, şairi toynuşan numaralandıran. Soruşmayla ilçin duran döş gelip, soruşmayla ilçin duran döş gelip, sinnesi dolu gelip yoksa boş gelip, Valif deva əlvəd etti hoş gelip, beni aziz mehmandı maraqlandıran, beni aziz mehmandı maraqlandıran, aşık-ı canandı maraqlandıran. Meyxanalar hələ bu qardaşlıdır, ağır bala yaşlıdır başladı, Elçinlə Bəhrəm dağı başladı, bu dərdi dərmandı maraqlandıran, aşık-ı canandı maraqlandıran, aşık-ı canandı maraqlandıran. Meyxanada sesimdən ahəstəyəm, baxmıqla boydan biraz bəstəyəm, meyxana üçün əvvəl özüm xəstəyəm, xəstəni loğmandı maraqlandıran, xəstəni loğmandı maraqlandıran, aşık-ı canandı maraqlandıran. Şair oldum hayır Çin əzəldən, xoşum gəlir şeirlə qəzəldən, o dünya çempiyonu Xəzərdən, məni o qəhrəmandı maraqlandıran, şair canandı maraqlandıran, aşık-ı canandı maraqlandıran, aşık-ı canandı maraqlandıran. Oğlumdu halal olsun çöreği, oğul odur halal olsun çöreği, hem temiz arzusu temiz dileği, hele Xəzərin yeri değil mi küreği, beni o pəhləvandı maraqlandıran, beni o pəhləvandı maraqlandıran, aşık-ı canandı maraqlandıran. Ey uşağı Badırımız bayri, sözün hele Bəhrəm oğlu mairi, Elçindir Beşarın şairi, beni o Kürdistandı maraqlandıran, aşık-ı canandı maraqlandıran. Elçin özün ədəbli ərkanlıdır, nə məşdalı bütün Azərbaycanlıdır, bu da Bəhramdır, yaxşı Balxanlıdır, məni belə oğlandı maraqlandıran, məni belə oğlandı maraqlandıran, aşık-ı canandı maraqlandıran. Şəxsim əleyhinin dərdindən divanədir, bunu Füzuli yazır, bilirsən əfsanədir, Elçinin dedikləri əntirə meyxanədir, mən baxmanı cavan özüm maraqlandırır, məni bunu cavandı maraqlandırır, aşık-ı canandı maraqlandırır. Meclisimizdə musiqi sazəndə var, ilahiden her bir güzel məndə var, ilahiden her güzel limanda var, güzel güzel meclisdə xanəndə var, onlar da qarmandı maraqlandıran, onlar da qarmandı maraqlandıran, aşık-ı canandı maraqlandıran, şairi toynuşandı maraqlandıran. Bu iş
hicranlıdır. Ben demirəm nalı-i hicranlıdır. Adam da var qanlayır vicdanlıdır. Amerikan ne bilir Müslümanlıdır. Beni dinim andı maraqlandıran, beni dinim andı maraqlandıran. Alışacağım maraqlandıran, şairi toynuşandı maraqlandıran. Çünkü insanı götürür o cana, şairi canan götürürdür cana. Şairi canan numaralandıran, şairi toynuşan numaralandıran. Meyxananın elçindedir cədvəli, meyxananın elçindedir cədvəli. Məsəl var kimin axırı əvvəli, yaxşı qəzəlxandır bax Səfərəli. Məni bu qəzəlxandır maraqlandıran, məni bu qəzəlxandır maraqlandıran. Avşıqı canandır maraqlandıran. Aşıqı canandır maraqlandıran, aşıqı canandır maraqlandıran. Sənsi hər şahiddən alır, uyğulayıb onu aiddən alır. Meyxana bizə vahiddən alır, mənə o qurbandır maraqlandıran. Əlimdə qurbandır maraqlandıran, aşıqı canandır maraqlandıran. Vahidden gelmeyecek cehana, vahidden gelmeyecek cehana. Getirmek olmaz eşyada gümana. O da kaldı Füzuli'den nişana, o da kaldı Füzuli'den nişana. Fahrili fermandı maraqlandıran, ben böyle fermandı maraqlandıran. Yavaş yavaş bala bala türküm mesel, yavaş yavaş bala bala türküm mesel, yavaş yavaş bala bala türküm mesel. Bu dünyada mən yaşaya bilmirəm, yüküm ağırdır daşıya bilmirəm. Arvad almışam başıya bilmirəm, yol çəkmir at bala türküm məsəl, yavaş yavaş bala bala türküm məsəl. Demem bilemeyeydim, Emrem gezip dostum şellenmeyeydin. Fikirleşeydin ki evlenmeyeydin. Bir beynüvi burdalı türküm mesel, bir beynüvi burdalı türküm mesel. Yavaş yavaş bana bana türküm mesel, yavaş yavaş bana bana türküm mesel. Yavaş yavaş bana bana türküm mesel. Babam sevir kızıl gülüp gelmege, derim onu aşığına vermege. Ay eşim bu ağdaşa gelmege, çıkmazımdı kırvalı türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Diyar yoktu bizim şen diyar kimin. Ben de şu büyük vardı da diyar kimin. Çetini çekti asmalı türküm mesel, çetini çekti asmalı türküm mesel. Yavaş yavaş balabalı türküm mesel, yavaş yavaş balabalı türküm mesel. Üstüme gel benim de söhbetim var, derdim var büyük bir
müsibetim var. Yaxşı valitine benim hürmetim var. Hiç kimden kalmaz dala türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Kırmızı ışık yanardı sen yan. Kalkmada çalışırlarla çok ziyan. Vay bir günler şoförde olsun piyan. Düşer başım cancala türküm mesel. Düşer başım cancala türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Düşmanınla küslonuyla barışma. Olacağında olsun alışma. Şuruk şuruk elçin işe karışma. Tez düşersen pat bala türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Kim kimin şahıdır, kimin nökeri. O turna kuşlardı olur köçeri. Şairsin ister bayır içeri. Dilim dönmeyecek lala türküm mesel. Dilim dönmeyecek lala türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Söyleyeceğim de fahrettim kuzuyla. Fahrettim aynen kuzuyla. O bir musine yenildik baksana türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Hiç ister de bitirmekle özlüsen. Kışını oynatmayla kaşlı gözlüsen. Serbest yan üstekine sözlüsen. Eş düşme haldan hala türküm mesel. Eş düşme haldan hala türküm mesel. Dilim dönmeyecek hala türküm mesel. Ben dediğimi hep hala türküm mesel. Bu mecliste hami vatan oğludur. Her oğul bak söz dediği doğrudur. Maşallah bu elçin köroğludur. Okşayır üstten sana türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Hoş geldin konakları. Sere kadar sönmeyecek çırağları. Sanatkarım bozuldu parmakları. Şekerli dönmüş bala türküm mesel. Şekerli dönmüş bala türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Sizin sözünü elçik kime söyleyeyim? Sen de güvenmene biz ay valla bak kimi dileyek. El verir elinden ay etsin neyleyek. Düşmüş yıla pis hala türküm mesel. Yavaş yavaş bala bala türküm mesel. Ömür keçirdirsən məstanə kimi, coşub sağlayırsan divanə kimi. Gecələr yatmayan pərvanə kimi canımı odlara yaxandadır ki. Bu
qocalıq yükünü görərsən sən də. Taqətin tükənər, qalmaz bədəndə gözəllər yığışıb söhbət edəndə uzaqdan boylanıb baxandadır ki. Qalma vaxtı tez çıxarsan aradan. Yavaş-yavaş silinərsən sıradan, valla seçənməzsən ağır qaradan, gözləri o eynək taxandadır ki. Kömək etməz, əlindəki əsa da, duruş gətirməzsən basa-basa da. Bozbaşın yarımçıqlar kasada, özünü yorğana soxandadır ki. Səfər oğlu ömür keçər bu sayaq. Gecələr sülhə də qalarsan oyaq, namək şöhvərbə vurarsan dayaq, çaxmağı havaya çakandadır ki. Allah sizdən o salamat eləsin, eşq olsun sizə. Demək, dəvət edirik bizim əzimiz, ağsaqqalımız.
Aramızda güclü olur, ne vaxt olursa onu bağışlayalım. Ha, onlar sorun. Kardeşim. Bugünkü məclisin oradan da Sağ ol. qardaşlar, bacılar, əmilər, dayılar, qonşular, Allah büyüklər var olsun. Var olsun, ay be. Nicat və Rüfətin adı ilə bağlı olaraq bir təbrik salamını bəyimizin ünvanına aldırmaq üçün xahiş edəcək. Satmamı çək. Sırağı yandırmamışam. Sen bunu götürmüşsün. Buyurun. Kaşı yola sarmışım, çakmak